Salam dostlar. Her vaxtınız xeyirli olsun. Bir dəqiqə. Dostlar. Verilişimizi beğenin, paylaşın dostlar. Bu günlərim kısa bir fikrimi paylaşacağım sizlərlə. Düzdür, kanalımız açılıbdır. İndi o kadar aktif değil çünkü videolar zaten hamısı bir çoxu silinibdir, imkan vermirlər. Yani her taraftan şikayət edirlər. Bir zorla geri qaytarmışam kanalı. Dostlar, deməli bugünkü mövzumuz başlıqda qeyd eləmişəm. Azərbaycan dövləti işğal olubdur. Yəni Əli Kərimliyə bilirsiniz də həbs ediblər dövlət çevrilişi ilə Ramizə bağlayırlar. Ramiz Mehdiyevin dövlət çevrilişi ilə ittiham ediblər, ev həbsi veriblər. Amma tam qərar deyil ki, yəni Ramiz Mehdiyev həqiqətən də dövlət çevirmək istəyirmiş. Belə bir şey yoxdur. Nəinki Ramiz Mehdiyev, ümumiyyətcə ölkədə dövlət çevrilişinə cəhd edəcək bir təşkilat, bir qurum, bir nəsə bir şey yoxdur. Yəni dövlətin özü işğaldadır. Başa düşürsünüz dostlar. Dövlətin özü işğaldadır. Dövləti kim çevirəcək ki? Necə çevirəcək? Başa düşmədim mən. Əli Kərimlinin nəyi var ki? Nə çevirmək? Yəni bilirsiniz dostlar, düz deyin də Əli Kərimlinin, onun komandasının dəladuz maşinlik olduğunu deyir. Amma bu günlərim fərq eləmir. Əli Kərimli olmur, Məmməd Kərimli olsun. Yəni bu oyunlar nə vaxta kimi davam edəcək? Nədir bu belə? Siz Əliyevlər rejimi gəlib Azərbaycan dövlətini işğal eləmişsiniz. Azərbaycan dövlətini bazara çevirmişsiniz, biznesə çevirmişsiniz, cinayət yuvasına çevirmişsiniz. Yəni dövlətin özü yoxdur. Qalxaq orada kimsə təşkilatlansın, bu dövləti çevirməyə çalışsın. Yəni dövlətin özü yoxdur. Başa düşürsünüz dostlar? Yəni əslində dövlət deyəndə dövlət xalqdır. Sən, mən, insanlar. Biz özümüz də yerimizdə yoxuq. Yəni sən mənik, amma deməklə deyil ki, sən mənik. Biz özümüz də yerimizdə yoxuq. Demək ki, dövlət yoxdur. Dövlət yoxdur. Dövlət paramparça olub, darmadağın olub. Hərəsi bir tərəfə qaçıb bu millət. Bu millət dövlətdir. Yəni siz dövlət çevrilişi nəyə deyirsiniz ki siz? Hə? Azərbaycanda dövlət mi var? Qanunların işləmədiyi bir yerdə dövlətdən danışmaq düzgündür ya yox? Hə? Bir məmləkətdə insan dəyəri, qadın dəyəri, uşaq dəyəri, nə bilim, yaşlı dəyəri, bitkinin dəyəri, heyvanların dəyəri ayaqlar altına atılırsa, orada dövlətdən danışmağın özü mənasızdır ki. Dövlət var ki, dövlətin olduğu yerdə bu adını çəkdiklərimin hüquqları, haqları qorunur. Vətəndaşların, insanların, heyvanların və yaxud da bitkiləri, yəni bunların hamısının haqları, hüquqları qorunur qanuni şəkildə. Bu ölkənin polisi dələduz, məmuru dələduz, deputatı dələduz, nə bilim, DTX-sı dələduz. Yəni sistem özü rüşvət üzərindən qurulubdur. Burada dövlətdən söhbət gedə bilməz. Dövlət yoxdur ki, dövləti siz işğal eləmişsiniz. Özünüzü də millətə dövlət kimi sırmısınız. Dövlət bizik. Millətə belə sırmısınız, siz Əliyev rejimi. İndi də kimi tutursunuz dövlət çevrilişi. Xaricdəkilər də deyil, dövlət çevrilişi ilə nədir? İş qaldırırlar, məhkəmə qaldırırlar. Hansı dövləti kim çevirmək istəyirmiş? Əli Kərimlinin silahlı dəstəsi mi var, yoxsa böyük bir gücü mü var, nəyi var? Əli Kərimli özü trolların nədir? Sədridir. Trolların lideridir. Əli Kərimli o Əli Kərimdir. Əli Kərimdə nə güc var ki, səni devirsin? Nəyi var ki? Dövlət çevirmək istəyən dostlar, onun şəbəkəsi olur böyük, komandası olur, beyin mərkəzi yaradır, generallar yetişdirir. Bu dövlət çevrilişi ilə bunu eləyir. Silahlı dəstəsinə kimi hazırlayır. Əli Kərimdə nəyi var hə? Hə? Və yaxud da Ramiz Mehdiyev, digəri olsun. Bunu mən müdafiə tərəfindən danışmıram. Siz bilirsiniz ki, mən yəni onlara necəyəm mən? Fərq eləmir. Əli Kərimli olmuşsun, Məmməd olsun, sən ol, mən olum. Mənə də. Amma söhbət burada siz nədən gedir? Bu oyunlar nədir belə? Yəni kimin başını qatırsınız? Kimə ələ salırsınız? Dövlət mi var, dövlət çevirsinlər? Elə mənim özümü də dövlət çevrilişi ilə nədir? Məhkəmə qaldırmışsınız. Elvin İsayevə uğurladınız, apardınız onun üzərindən. 2020-ci ildə mən bir neçə blogerlər
Yəni biz hansı dövləti çevirmək istəyirik? Dövlət var. Bizim nəyimiz var? Bu mənim özüm. Az çox əlimdən gələni qandığımı eləyirəm, təbliğatımı aparıram. Mənim yanımda ikinci bir adam yoxdur ki, efirə çıxaq, bu təbliğatı aparaq. Yəni mən nə dövlət çevirəcəm ki? Hansı dövləti? Dövlət mi var dövlət çevirək? Dövlət olan Rafael Piriyev burada nə gəzir? Yəni dövlət yoxdur. Nədir bu? Nə oyundur belə? Kimi tutur dövlət çevrilişi, dövlət çevrilişi? Əvvəllər deyirdilər erməniyə işləyir, xaricə işləyir. İndi o şeylər bitib. Narkotik atmaq bitib, civə narkotik atmaq. İfşa oldular, biabır oldular, hamı bilir. Ki bunların söz deyənləri, haqqı deyənləri tutmasının hamısı şər böhtandır, hamısı. Bir çoxu. Nə bilim, silahla tuturlar, narkotiklə, indi keçiblər dövlət çevrilişi. Yəni, nədir ki bu belə? Nə oyun oynuyorsunuz? Ramiz Mehdiyevin haqqında hələ tam qərar yoxdur. Yəni bir rəsmi qərar yoxdur ki, bu adam bax dövlət çevirmək istəyirmiş. Rəsmi qərar. Bu belə yoxdur. Nədir bu belə? Yəni nə düşmüsünüz ortalığa? O dövlət çevriliş, bu dövlət çevriliş. Yaxşı, Ramiz Mehdiyevi şübhəli şəxs kimi saxlamışsınızsa, ev sahibisi vermişsinizsə, dövlət çevrilişi ilə. Deyək ki, şübhəlidir. İkinci bir adam Əli Kərimlidir, nə bilim, indi digərlərini çıxar çıxmaz bilmirəm. Bunların oyunu, yəni böyükdür, düşmənin hiləsi böyükdür. O heç. Yəni Ramizi siz şübhələndiniz, ev həbsi verdiniz, evindən də çölə çıxmır, pampresdən yaşayır, ölür ayaqda. İndi bunun durub üzərindən oyun oynayırlar. Ramizdə şübhələndiniz, ev həbsi verdiniz, dövlət çevrilişi ilə. İkinci bir adam da Əli Kərimli çıxdı. Bu da demək ki, dəqiq məlum oldu da, bunlar dövlət çevrilmək istəyirmişlər. İkinci bir adam tapıldı da. Bundan şübhələndin, bunun yanında biri də çıxsa, ikisi də çıxsa fərq eləmir. Biri çıxsa bəs eləyir. Yəni mən dövlət çevirmək istəyirəm, şübhələnmişsiniz məndən. İzinə düşmüşsünüz, axtarırsınız. İkinci bir adam çıxsa, demək ki, qərar verməlisiniz. Niyə qərar yoxdur? Niyə rəsmi qərar yoxdur? Düz deyil dostlar, məntiqlə belədir də. Qanunla, məntiqlə belədir. Bu nə oyunlardır, nədir bu belə? Siz cəmatı ələ salmışsınız, yığışdırın nə bu artistliyinizi? Axmaq, köpöşaq axmaq, nədir bu belə? Onu tutur, nə bilim, dövlət çevrilişi, bunu xaricdən filan kəs danışır, dövlət çevrilişi. Nə dövlət, nə siyasət danışırsınız, nə boş-boş danışırsınız, siz. Dövləti olan millət, dövləti olan bir millətin evlatları gəlib burada, Almanın kamplarında, gece gündüz stresin içində yaşayarım ki, ay Allah, evimi satmışam, gəlmişəm bura. Qurban olaram, mənə oturum versin, hə. Nə olar, ay Allah, kömək olma. Ay filan kəs, kömək olma. Dövlət olan millət gəlib bu vəziyyətə qalır Almaniyada, hə? Gəlib ona buna kuryer işləyir, hambal işləyir. Elə dövlət olur, hə? O dövlətin biri də buradır da, Almaniya. Gəlsin o Almanın da vətəndaşı, bizim burada yaşadığımız o yaşayışı onlar da yaşasın da, nədir, Azərbaycanda. Dövlət deyirsənsə, dövlət burada da var. Bizdə də dövlət varsa, orada da var. O zaman o dövlətin vətəndaşı gəlib burada niyə əziyyət çəkir ki? O dövlətsə, onun qanunu var, qaydası var, insan dəyər var, haqq var, ədalət var, doğru mu? Məntiq bunu deyir. Elədirsə, nədir, Alman da gəlsin, bizdə yaşasın da. O da gəlsin yaşa. Gözü ki, dövlət var da orada. Qanun var, ədalət var, insan dəyər var. Alman otursun, fikirləşsin, mən qərara gəldim, gedirəm orada yaşayam. Yatırım qoyam. Yoxdur belə bir şey. Yoxdur. Çünki dövlət yoxdur. Yəni bu mövzulaşmada demək istəyirəm ki, dövlət yoxdur. Dövlətə çevirən olsun, çevirmək istəyən olsun. Dövlət yoxdur. Dövlət. Bəyənin dostlar, bəyənin, paylaşın. Bəyənin, paylaşın dostlar, salam olsun yeni gələn dostlara da. Yəni dövlət yoxdur, nədir bu belə? Kimi tutursan dövlət çevrilişi, ona dövlət çevrilişi ilə axtarışa verir, buna dövlət çevrilişi, bəsdirin da yığışdırın da. Bu ağır iddiamdır, ağır iddiamı gör, oyuna çeviriblər, ya ki. Oyuna çeviriblər, sabah həqiqətən də dövlət çevrilişinə hazırlıq gedəndə, hansısa bir şəbəkə olanda,
Bunlar onları gedib həqiqətən də dövlət çevrilişi ilə tutsalar, inanmayacaq heç kəs. Bunlar ağır ittihamdır bu. Bu millətin, vətənin dəyərləridir bu ittiham. Bu qanun, bu qayda. Siz bunu necə oyuna çevirə bilərsiniz? Necə ələ sala bilərsiniz? Necə bunu gözdən sala bilərsiniz bu? Bu nədir belə? Siz niyə bu qanunları oyuna çevirirsiniz? İstismar eləyirlər, ya cəmaatı ələ salıblar. 30 ildir Ramizlə çiyin-çiyinə verib millətin milyardlarını bastınız, yediniz. Bilmirdiniz ki, ya, dövlət çevrilişi eləyən birdən-birə gecə yatıb səhər qalxıb demir ki, mən dövlət çevirirəm, sən də məni tutasan. El olmur ki bu. İllərlə bunun üstündə iş gedir. Təşkilatlanma gedir. Adamlar yetişdirirlər. Hər yerdə adamlar olur. Bu belə olur. Bu Ramizi görmürdünüz bu neçə ildə? Ay İlham Əliyev, ay onun taxtabaş rejimi. Görmürdünüz indiyə kimi? Bilmirdiniz ki, ya. Hani bə güclü dövlət idiniz? Hani bə siz ağıllıydınız? Ədalətliydiniz? Hani bə? Yəni bu neçə ildir Ramizin dövlət çevirməyə apardığı hazırlığı görmürdünüz, bilmirdiniz ki, ya. Bu artistlik lazım deyil ki, bu oyunlar lazım deyil ki. Yığışdırın da, yəni nədir bu belə? Kimi tuturlar dövlət çevirişi, nə bilim nə çevirişi? Deyir Ramiz kimdir? Ramiz Mehdiyev. İlham Əliyevin hakimiyyətə gəlməsində ən birinci elə öndə gedənlərdən biri odur elə, kömək eləyən. Ramiz Mehdiyev. Kim olacaq? Azərbaycan xalqının düşmənləri, xainləri. Azərbaycan xalqını zəlil günə qoyan alçaqlar. İndi düşüblər ortalığa ki, güya ki, Ramiz dövlət çevirmək istəyirmiş. Ada qoymayın, ev həbsi verdik, Əli Kərini buradan tutduq, nə bilim, filan blogeri buradan verdik axtarışa. Filan, nə bilim, filan kəsi xaricdə danışır, onu axtar. Bu nədir, nə oyunlar da belə? Nə oyunlar da? Hələ bir sən dövlət kimi bir gücünü qoy ortaya. Bir dövlət kimi öz gücünü qoy ortaya, ləyaqətin olsun. Özünü dövlət kimi apar, özünü cındır kimi aparma, şərəfsiz kimi aparma. Bütün dünyada biabır olmuşuq. Bunların elədiyi bu hərəkəti bütün dünya görür, dostlar. Bütün dünya mediaları görür, Qərbi görür, Amerikası görür, nə bilim İngilisi görür, hamısı. Gülürlər ya, Quran andası gülürlər. Baxır belə deyir, bu nədir belə, bu nə danışır bunlar? Azərbaycan rüşvətlə idarə olunur, sistem özü rüşvət üzərində qurulubdur. Nə dövlət, dövlət nədir? Azərbaycanda adam öldür, pul ver, canını qutar. Dövlət nədir ki? Azərbaycanda narkotiklə tutulursan, pulunu ver, canını qutar. Qadın öldür, pulunu ver, canını qutar. Uşaq öldür, pulunu ver, canını qutar. Pulla nədir, işləyən qanunlar, ədalətlər hara kimi gedə bilər ki? Yəni, belə yerdə dövlətdən söhbət gedə bilərmi? Yəni, hər şey pulla. Belə şey olur. Bunu görən xarici güclər də var, axıb. Gülürlər bizə. Quran and olsun gülürlər. And olsun Allah. Onların içində ağıllı adamlar var. Baxıb gülürlər bizə. Deyir, bu nə də belə? Bir nəfər dostumuz yazıb ki, İlham şərəfi sizdən öyrənəcək. Məsələ şərəfi bizdən öyrənib öyrənməməsi deyil. Ortada bir ədalətsizlik var, onu demək lazımdır, dilə gətirmək lazımdır. İstər müxalifəti ilə bağlı, istər nə bilim hakimiyyəti ilə bağlı, istər xalqı ilə bağlı. Bunu demək lazımdır, həqiqəti demək lazımdır, qardaş. Doğruları demək lazımdır. Bax, mən Əli Kərimli ilə bağlı, Gültəkinlə, bu saxtakarlarla bağlı videolar çəkib paylaşıram. Mənə gəlib qarşı çıxırlar. Ki, hətta zəng elib, dünənlərin bir cəbhəsi, bir nəfər var, o zəng elib dostumuz. Xeyli danışmışıq. Bütün nə varsa hamısını danışmışam, axırda başa düşüb adam. Deyirəm, qardaş, mənə zəng elib ki, bəs indiki vəziyyətdə cəbhəyə qarşı, Əli Kərimliyə qarşı belə danışmağın düzgün deyil. Deyirəm, mən bilirəm, düzgün deyil. Amma bunun bir səbəbi var da. Axı, bunlar elə hərəkət elədilər ki, yer qoymadılar. Mən istəyirəm, yer axtaram ki, bu adamı müdafiə eləyəm və yaxud da sakit qalam, yer tapa bilmirəm mən. Yoxdur, bütün hər yeri bağlayıblar. Belə müxalifət mi olar, qardaş? Belə partiya mı olar, belə partiya sədri mi olar?
Bu nədir belə? Nəyin müxalifətidir belə? Nədən yalanlar olmalıdır? Nədən vaxtında bizdə başımıza iş gəldi? Bunlar niyə sakit qaldı? Niyə bizdən bağlı maraqlanmırlar? Nədir bunlar? Kimin müxalifətidir? Xalqın müxalifəti deyil. O da biz də xalqın evlatlarıyıq da. Evlatlarıyıq. Səhvin var, səhvini deyirik. Buna görə sən məndən üz döndərsən, sən mən müxalifətim deyilsən. Allah'dırsan məni, yalan danışırsan sən. Məsələ budur. Və mən bunları dedikcə, bunlar öz troll dəstələrini mənim üstümə saldılar. Digərlərini Avropada paramparça elədilər. Şər, böhtan, saxta profillər açmaq, qardaşımızın, anamızın şəklini paylaşır. Bu nədir belə? Siz nə müxalifətsizsiniz? Kimsiz siz? Kimsiz siz? Sizin yetişdirdikləriniz deyə Avropada göz qabağındadır. Qənimətləriniz, qabilləriniz, əfqanlarınız. Bunlar nəyə şükürürlər? Mənim kimi oğula qarşı eləmədikləri əzzilavlıq qalmadı. Və mən niyə bunu elədim? Sizə qarşı bir neçə video paylaşdım. Siz də görün ki, Rafael vaxtında başına iş gələndə, həbs olunanda, Elvin İsayev oğurlanıb aparanda əleyhimizə etmədiyiniz alçaqlığa uğraşdıq qalmadı. Siz də yaşayın, siz də görün. Siz də bir ləzzətini alın ki, nə deməkdir? Pis vəziyyətinizdə özünüzü elə günə qoymuşsunuz ki, sizi pis vəziyyətinizdə müdafiə eləyə bilmirəm mən. Sakit də qala bilmirəm, başa düşürsünüz məni? Yəni ortalıqda o qədər belə 200'lü oyunlar gedir, 200'lü siyasət aparırlar. Biabırçılıqdır, rəzalətdir ki. Adamlar çıxırlar, deyirlər, müxalifət yoxdur, Azərbaycanda seçki yoxdur, ədalət yoxdur, diktatoralın olduğu yerdə bir müxalifət ola bilməz. Döşüyürlər bunlara qarşı. Sonra da Əli Kərimlə həbs olunan kimi deyir, gəlin, bax, müxalifətdir, deyir. Həbs olundu, gəlin, müdafiə eləyək. Qardaşım, bu nədir belə? Bundan nə anlayaq, nə başa düşək? Dünən satqın deyirdin, bu millətə ziyan vurub deyirdin, bu millətin təşkilatlanmasının qarşısını alır deyirsən. Millətin təşkilatlanmasının qarşısını almaq bilirsiniz nə deməkdir? Birbaşa xəyanət, birbaşa satqınçılıq, birbaşa düşmənçilikdir. Sən bu adamlara dünən düşmən deyirsən, bugün deyirsən ki, bu tutulubdur, bu nədir? Ən azından haqqı deyirdi, buna görə müdafiə eləyək. Yəni, yer qalmır, yer qalmır. Mən onu başa düşə bilmirəm. Mən çıxım nə deyim mən? Mən dünənə qədər bu adamların oyunlarını görmüşəm, yox. Birbaşa onların içində olmuşam, onların nə abırda olduqlarını, yəni yaşamışam, görmüşəm mən bunu. Anlamışam, bunlar kimdir? Bu nədir belə? Bizim müxalifətimizdirsə, nədən belə olmalıdır? Kimin müxalifətidir bu? Niyə belə olmalıdır? Bunu mən görmüşəm, mən başa düşürəm, qardaş. Mən buna şahidəm, mən kimlə seçdirib demirəm. Yəni, olmaz, belə müxalifətçilik olmaz, belə. Bax, bu günlərim öz aramızdır da. Əli Kərimli, onun komandası, qardaş, vaxtında düz iş aparın, ədalətli olun, düzə düz deyin, əyriyə əyridin. Kim Əli Kərimli ilə bağlı danışır, gedib onun üstünə, onu niyə ləkəlirsiniz, onu niyə divara dirirsiniz, niyə təkliyirsiniz? Siz kimsiniz, siz Allahsınız, peyğəmbərsiniz, imamsınız, niyə sizin səhvinizi deyə bilmərik? Sizin səhviniz ola bilməz. Sizin səhviniz haqqında biz danışanda oluruq hakimiyyətdən təlimat alan. Gəlib mənə yazırlar ki, bu hakimiyyətdən təlimat alır. Və yaxud da nə bilim, haradansa təlimat alır. Niyə qardaşım? Niyə? Mən həqiqəti deyirəm, sən razılaşmırsan bundan. Razılaşmırsansa demək ki, əks fikrin olmalıdır. Alternativ fikrin. Buyur denən. Amma sən mənə niyə deyirsən ki, təlimat alır? Niyə? Yəni mən Əli Kərimi səhv eləyə bilməz, partiyada kimsə səhv eləyə bilməz, hamımız eləyərik də, mən də eləmişəm. Demirəm ki, eləməmişəm. Mən də eləmişəm. Amma sənin səhvini deyirəm ki, bu səhvi düzəldək də. Sən də mənim səhvimi deyir, düzəldək də. Nə olacaq ki? Mən sənin səhvini deyirəm deyə sən gedib öz troll dəstəni mənim üstümə salmalısan. Öz girdirmə blogerlərini çıxardıb ekrandan bizi söydürməlisiniz, bizi şər attırmalısınız. Və belə şey olar. Belə olan halda mən sizə qarşı çıxaram. Deyirsiniz, Əli Kərimlə qarşı bindiki halda çıxmaq Əliyev rejiminin xeyrinədir. Bəli, ola bilər. Etiraf eləmirəm. Etiraf eləmirəm. Əli Kərimlə qarşı çıxıramsa, Əliyev rejiminin xeyrinədirsə, buna mən neyiniyim? Buna mən neyiniyim? Sən mənə şər at, böhtan at, alçaqlıq elə, özümü müdafiə eləməyim ki, İlham Əliyev rejiminə xeyri olar. Mənə nə? Eləmə qardaş, oyun oynama, 200'lü ilə eləmə, alçaqlıq eləmə.
Liyaqətsizlik eləmə, aldatma bizi, istismar eləmə bizi. Düşmən də sənə qarşı çıxmayayım. Əliyev rejiminin xeyrin olmasın, sənin xeyrin olsun. Sənsən məni bu günə qoyan, sənsən məni bu vəziyyətə gətirib çıxardan, ay özünə partiya deyən, ay özünə müxalifət deyənlər. Böyle siz. Mən indi gəlib bunu deməkdə, bunu deyirəm deyəm, mənə niyə deyirsiniz ki, haradansa təlimat alıb, buradan təlimat alıb. Qardaş, mən adını çəkərək deyirəm mən, həqiqətləri deyirəm mən. Bu mənim tələbimdir, bu mənim əks fikrimdir, alternativ düşüncəmdir. Deyirəm mən, sən mənə necə şər ata bilərsən ki, təlimat alır. Nə təlimat ay qardaş? Təlimat nədir? Biz bu haqqı, ədaləti necə deməliyik? Əgər indi sən də müxalifət, mən də müxalifət, hamımız müxalifik. Bizim bir-birimizə aramızda həqiqətə uyğun, həqiqətə doğru bir rəqabət yoxdursa, biz müxalifət deyilik onda. Biz müxalifət sayılmırıq. Yəni siz müxalifət sayılmırsınız. Rəqabətə imkan vermirsiniz. Mən niyə deyirəm həqiqəti? Kərimli ilə bağlı, aparılan işlə bağlı. Mən də səhvimi deyirlər. O qədər dostlar zəncib ki, qardaş, söymə də. Yığışdır da bunu. Böyle düz deyirlər. Haqq edirlər. Amma buna səbəb sizsiniz. İmkan vermirsiniz. Adamın nervisi ilə, əsəbi ilə oynayırsınız. Özdə nə ilə? Biri var insan səhv eləyir, dostlar. Deyərsən ki, bunlar, qardaş, səhv deyil, bu alçaqlıqdır. Bu biqriyyətlikdir. Bu ləyaqətsizlikdir. Mən bunu deyirəm, mən bunu dilə gətirirəm. Sən mənə buna görə niyə şər atırsan? Niyə böhtan atırsan? Ay partiya sədri, ay partiyanın o koordinasiyası deyirsiniz, nə deyirsiniz? Hamınıza aiddir. Siz nə tər partiyasınız siz? Xaricdə bu qədər mübarizə aparanlar var. Yığın başınıza da, yığın başınıza. Ədalətli iş aparın, prinsipial iş aparın. Qətiyyətli olun. Xaricdə diasporaların qurulmasını bizdən tələb eləyin. Gedin mühacirlərlə görüşün, kamplarda tələb eləyin bizə. Deyən bir-birinizi maliyyələşdirin, fond yaradın. Rafael ayda 200 sən, 100 sən, nə bilim 50 sən. Fond yaradın, iş görün. O da müxalifət deyilsən, yön ver də, yığ başına da. Mən bu həqiqətləri deyəndə başqa yerdən təlimat almış oluram, anlamadım mən. Niyə mən bunu deməməliyəm ki? Niyə mən bunu tələb eləməməliyəm mən? Beğenin dostlar, beğenin, paylaşın. Beğenin, paylaşın dostlar. Beğenin, paylaşın. Kanalımız Allah'a şükürler olsun yavaş-yavaş aktifləşir dostlar. Verilişimiz olacaq. Yəni vaxtımız olduqca həftədə 3 dəfə, 4 dəfə belə veriliş eləyəcəm. Çıxacam sözümü deyəcəm. Mən qardaş yenə də deyirəm. Bəli, oyunlar çoxdur, ikiyüzlü çoxdur, alçaq çoxdur. Nə bilim, baxırsan dünən düşmən deyir, xain deyir, millət satqını deyir. Sonra deyir, yox bu millətin səsidir, millətin ləyaqətli evladıdır. Yəni o qədər oyunlar belə davam edir ki, belə dəhşətə gəlirəm yəni. And olsun Allaha. Amma hər bir halda düzdür, xalqımız da təşkilatlanmaya, mübarizəyə meyillilik yoxdur. Hamı özünü düşünür. Yəni dəhşətli bir status paylaşmışdım dostlar. Hərdən mənə yazır sizi, niyə millətlə bağlı danışanda belə sərt danışırsan? Dostlar, qardaşlar, bir status paylaşmışdım. Orada yazmışam. Çoban rahat yatanda, qoyunlar yatanda çobanlar rahat olur. Mən hələ qoyunlar aləmindən deyirəm. Qoyunlar yatanda çobanlar rahat olur. Amma qoyunlar mələşəndə yeməyini, suyunu, məlyə-məlyə o çobanın beynini aparır, məlyə-məlyə. Yeməyini, suyunu, sonra canım desin, altının təmizlənməsini istəyəndə çoban məcbur qalır, ona xidmət edir. Gedir onun altını təmizləyir, yeməyini verir, suyunu verir, aparır dağlarda otarır, yaylaqlarda dincətdirir, çoban ona xidmət eləyir. Qoyunlar mübarizə aparır, qoyunlar dirəniş göstərir, kişi. Təsəvvür edirsiniz. Qoyunlar dirəniş göstərir. Vuruşur, mübarizə aparır, çobanlı onu nədir? Onlara xidmət eləməyə məcbur eləyir qoyunlar. Allah bütün qoyunlara kömək olsun, valla. İndi gör biz nə haldayıq. İndi gör biz nə haldayıq. Tembolda qoyundan fərqliyik biz. Allah bizi qoyundan fərqli yaradı.
onların apardığı mübarizə, altının təmizlənməsi, yeyib içib, zad elib yatmasıdır, vəsiyo. Amma bizim haqlarımız daha çoxdur axı. Bizim hüquqlarımız daha çoxdur axı. Yəni bir baxın ha, müqayisəyə bir baxın. İt pişik elədi də. İt pişik də çöldə soyuq olsun, maruz olsun. Küçədə itlər mələşirlər. Barbar bağırırlar. Başını beynini aparırlar. Bəzən deyirlər, videolarda da paylaşırlar ki, bəs küçə itləri insanları tişləyir, uşaqları tişləyir. Tişləyəcək də bəs. Siz onlara sahib çıxmayanda, onların hüquqları üçün savaşmayanda, təbii ki, o itlər sizi tişləyəcəkdir. Əlbəttə ki, necə olmalıdır ki? Allah onu sənə həval etdi, sənə əmanət etdi. Yediyinin yarısı da olsa ona verməlisən. 1/3 də olsa ona verməlisən. Ki, o sən tişləməsin. Sən də ac qalsan, sən də tişləyərsən də. Belədir də, necə olmalıdır ki? Sən cansan, sən yemək istəyirsən, it istəmir. Bunu ver də, onu xidmət elə də bəs. İt də belədir də, dostlar. Onun haqqı səndədir, məndədir, bizdədir. Çörəyi, əti, yeməyi, suyu bizdədir o itin pişiyin. Verməyəndə mələşirlər. Adamı tişləyir, görürsünüz? Yəni belədir, Allah dünyanı belə yaradıbdır. Allah dünyanı belə yaradıbdır. İndi mən müqayisəni hələ qoyunlardan, itlərdən, pişiklərdən çəkdim. Çox müqayisə çəkərəm. Çox müqayisə eləyərəm. Gəlin biz qoyundan fərqli olduğumuzu başa düşək. Qanaq alınıyaq, ayılaq, oyanaq. Bir ləyaqətli olaq. Bir ağıllı olaq, bir şuurlu olaq. Qoyun nəfsi üçün savaşır. Sən dəyərlər üçün savaşmalısan. Amma sən bu günləri belə qoyun kimi nəfsin üçün savaşırsan. Qardaşım, bu ha vaxta kimi davam eləyəcək. Nə vaxta kimi sən nəfsinin köləsi olasan? Sən bu dünyada nə üçün yaşayırsan? Bircə yemək üçün, yatmaq üçün, işləmək üçün, nə bilim, yaxşı maşın sürmək üçün, yəni özün üçün də, şəxsi həyat üçün. Yəni heyvan da belədir də, it də belədir də, qardaş. Gedir, səhər-səhər yuxudan durur, gedir, zibillikləri eşəliyir, indi onun gedir çörəyini axtarır, yeməyini axtarır, yeyir, gəlir, özünü yalayır, təmizləyir, insan da belədir. Niyə belə eləyirsiniz ki, yəni, siz fərqli olmalısınız axı? Nədən siz özünüzü heyvanlardan fərqli görə bilmirsiniz, anlaya bilmirsiniz? Nədən? Yəni, bu qədər mi siz düşüncəsiz, bu qədər mi siz ağılsız, şuursuzsunuz ki, siz nə üçün gəlmişsiniz dünyaya, niyə yaşayırsınız? Sizin dəyərləriniz var, siz dəyərlər üçün yaşamalısınız. Bunu qanmırsınız, anlamırsınız siz. Anlamırsınız siz bunu. İlham Əliyev çıxdı. Siz millətə dedi ki, polis nə elib, yaxşı elib, haqqınıza girir. Balalarınızın gələcəyini uğruyur. Başımıza itin oynasır. Üstünə də İlham Əliyev deyir ki, sizə nə elib, polis yaxşı eləyir. Yəni biz nə eləyirsə yaxşı eləyirik. Bu sənə bir mesaj deyil. Bir insan olaraq, bir millət evladı olaraq. Bu sənə mesaj deyil. İndi bunu deyəndə sırazı ləyaqəti, şərəfi zadı gətirirlər meydana. Qardaş, ləyaqətin, şərəfin buranın əlaqəsi yoxdur. Başa düşdü, bu da məsələ ağıl məsələsidir. Şərəfli olsan nə olacaq, ləyaqətli olsan nə olacaq, yaxşı oğlan olsan nə olacaq, yaxşı kişi olsan nə olacaq. Ağlın hansı istiqamət işdir, ondan danış mənə. Məsələ budur, qardaş. Məsələ. Şərəfli adamın ağlı da şərəfli olar, ağlı da bərəkətli olar. Şərəfli adam buna deyirlər. Amma bizdə ancaq boy pukun verməklə məşğuluq. Şərəf, ləyaqət, qardaş. Ol da şərəfli ləyaqətdir. Bunun bura nə adiyyəti var? Mən sana deyirəm ki, sən heyvandan fərqlisən sən. Sənin hüquqların tapdalanır, sənin gələcəyin tapdalanır. Sən dünyanın ən zəngin ölkələr sırasında olan, hətta öndə gedən Azərbaycan kimi bir ölkənin vətəndaşısan sən. Sən necəsən bu zənginliyə, yəni səsin çıxmır, bu zənginliyi əldə eləmək üçün səsin çıxmır. Şərəfli olsan nə olacaq? Namuslu olsan nə olacaq ki? Hə? Ləyaqətli olsan nə olacaq? Nə bilim, güclü olsan nə olacaq? Qardaş, yaşayışının adı nədir sənin? Nə üçün yaşayırsan? Hamı elə bilir ki, yaxşı yaşamaq bircə yemək, içmək, yaxşı işləmək, yaxşı maşın sürmək, balalarım yaxşı yaşasın, bununla da bitdi hər şey. Yox, qardaş. Şərəfli, namuslu millətin evladı bu düşüncədə ola bilməz. O düşüncədədirsə, vallahi Allahın olsun, o şərəfsizliyə doğru gedir. Ləyaqətsizliyə doğru gedir. Elə millət evladı olmazsa ki, özünüzə çəki düzən verin, özünüzə bir sorğu-sual eləyin, özünüzlə danışmağa bacarın. Necə yəni, sənin haqqına girib, sən 100 dənə bəhanə gətirsən, siyasətə qarışmıram.
Bir kişi deyirsə ki, mən siyasətə qarışmıram. Ha valla o kişi ilə nə bilim yola çıxmaq belə, yəni güvənmirəm mən. Yəni onu mən kişi də deyə bilmirəm mən. Yəni kişi də deyə bilmirəm. Kişinin vətəninin başında duranlar deyir mən siyasətçiyəm, siyasətçiyik biz, siyasət idarə edir bu ölkəni. Səni idarə edən siyasətdirsə, siyasətə qarışmalısan. Qarışmırsansa sən şərəfin yoxdur. Səni maraqlandırmır. Sən nəfsinin köləsisən sən. Sənin bəxt edimi mən qoyunlar mələşir. O mələşən qoyunundan aşağı səviyyədə olan adamsan sən. Sən bundan başqa bir şey deyilsən. Yəni başa düşmədim mən. Sən arvadı uşağın haqqına girsinlər. Deyirsən siyasətə qarışmıram. Qarışmadığın siyasət birbaşa gəlir sənin evində uşağının, ananın, atanın, qardaşının, həyat yoldaşının, özünün, dostunun, qonşunun, qohumunun hər yerdə sənin haqqına girir. Bundan sonra sən siyasətə qarışmırsan. Sən qardaş sən uğraşdığa yol açırsan da. Sən şərəfsizliyə yol açırsan da. Sən bunu deyənginə siyasətə qarışmıram deyib getmək argument deyil. Deyən ki mən uğraşdığa yol açıram. Deyən ki mən peysərliyə yol açıram. Ləyaqətsizliyə yol açıram. Şərəfsizliyə, fahişəliyə yol açırsan bunu deyəcəksən. Bunu deyəcəksən. Siyasətə qarışmıram. Onsuz da bilirəm də qarışmırsan. Qarışsız zaten çox olardınız. Meydanı bürüyərdiniz. Əliyev rejimi təlaşa düşərdi sizin mübarizənizdən. Zaten qarışmırsınız. Niyə? Çünki fahişəliyə yol açırsınız. Niyə? Çünki uğraşdığa yol açırsınız. Millətin, vətənin gələcəyinin məhv olmasına, darmadağın olmasına yol açırsınız siz. Adını da qoyursunuz ki, bu siyasətdə qarışmırıq. Əclaflığın adını siyasət qoymuşuq. Baxın, əclaflıq eləyirik, yol açırıq uğraşdığa. Yol açırıq fahişəliyə, yol açırıq o rüşvətə. Rüşvətin olduğu yerdə kişilikdən danışmağın özü belə biabırçılıq, rəzalətdir. Başa düşürsünüz məni? Yəni, mən bu ölkədə yaşayıram. Arvadım, uşağım, ailəm, gələcəyim. Mən bunun üçün yaşayıram, bu dəyərlər üçün. Burada niyə rüşvət olmalıdır ki? Burada niyə heyvan dəyəri, insan dəyəri, bitki dəyəri, qardaş, pulla ölçülməlidir? Niyə? Niyə? Mən dəyərlər üçün yaşayıramsa, burada pulla ölçülə bilməz. Sənə görə ləyaqətli, ağıllı kişisənsə, bunu başa düşməlisən sən. Qanmalısan və oradan dərs almalısan, o qandığından dərs alıb mübarizəyə qarışmalısan. Dirəniş göstərməlisən sən. Vəzifəni yerinə yetirməlisən sən. Yalanla, palanla, bərbəzə ilə bu iş olmaz dostlar, qardaşlar. Başa düşün, ayılın. Bəyənin, paylaşın dostlar, bəyənin, paylaşın. Allah şükürlər olsun, kanalımız açılıbdır. Da bütün videoların bir çoxu silinib, bir çoxu gizlənib. Dostlar, elə yaxşıdır. Niyə? Çünki qoy, lazım deyil. Qardaş, açığı deyim, əvvəldə bizim söyüşlü videolarımız var. Çıxmışam söyüşlü videolar, söymüşəm pis-pis. Onları götürüb bir-bir şikayət edirlər. Durmadan özdə. Bir-bir şikayət edirlər. Hansı tuttudur. Təsəvvür edirsiniz? Ona görə qərara gəldim, elə belə yaxşıdır. Kanalımız indi şikayət eləmişdirlər, geri qaytarmışıq inşallah. Belə davam eləyəcək. Təhqir məhqir zat ya son qoymuşuq o şeyə. Bu gündən belə ancaq tənqid. Sərt tənqidlər. Ancaq sərt tənqid. Xalqımıza da, nə bilim, özünə müxalifət deyənə də, özünə, nə bilim, dövlət, hakimiyyət deyənə də biz sözümüzü deyəcəyik. Yəni, haqq bir dənə olur, düz bir dənədir, bitdi. Sən düzü belə çevirib o tərəfin mənə göstərib deyə bilmərsən ki, düzdür. Belə bir şey yoxdur. Düz bir dənədir, qardaş. Kişisinə də, qadınına da, hamımıza aiddir, hamımıza. Düz bir dənədir. Bu ortalıqdakılara da deyirəm. Düz bir dənədir, qardaşım. Oyun niyə oynuyorsunuz? Yalan niyə danışırsınız ki? Yalan danışanda, oyun oynayanda nə olur ki? Bax, mənim əleyhimə o vaxtı Elvin İsayevin, burada digərlərin əleyhinə özünə müxalifət deyən, bax, Əli Kərimli, onun komandası, buradakı bloger dəstəsi, girdirmə dırnaq arası bloger dəstəsi. Yəni, bizim əleyhimizə etmədiyiniz alçaqlıq qalmadı. Nə gərək vardı ki, bunu eləməyə? Nə gərək vardı ki? Yəni, siz şər atmasaydınız, siz belə alçaqlıq eləməsəydiniz, siz milləti aldatmasaydınız, ələ salmasaydınız, olmazdı, daha yaxşı olmazdı. Daha gözəl olmazdı. Bunu niyə elədiniz ki? Məqsədiniz nə idi ki? Yəni, xalqı bir yerə gətirmək, bu rejimi devirmək, bu xalqı bu bəladan çıxartmağın yolu, axı sizin yolunuzla düz gəlmir axı. Sizin yolunuzda şər var, böhtan var, yalan var, ikiyüzlülük var, satqınçılıq var. Bu belə olan halda yolumuz necə birləşər? Necə biz bir araya gələ bilərik ki? Əksinə biz sizə qarşı çıxarıq. Axı biz burada yalan görürük, fitnə görürük. Bu bizim nəyimizə lazımdır ki? Yalanı, fitnəni İlham Əliyev törədirdi onsuz da.
Bir də siz törədin. Da bizə nə xeyir oldu ki, siz bizə ziyan vurursunuz. Etməyin, eləməyin. Yığışdırın bu şəhəri, yığışdırın bu böhtanı, yığışdırın bu oyunu oynamağı. Başlıqda götürüb yazırsan, Mehriban Əliyevanı bıçaqladılar. Yəni, bilmirəm nədir bu belə, nə oyundur. Mehriban Əliyevanın dalından babası çıxdı. Niyə qardaş? Babasıyla kim yiyik? Nə bilim, Mehribanı kim bıçaqladılar, nağardılar, nədir bu, nə oyunlardır? Yığışdırın bu şeylər, dəhşət deyil yəni. Yığışdırın, bu oyunları yığışdırın. Bir dəqiqə dostlar, zəst gəlir mənə. Hə, dostlar. Deyə bilməzlər axı, qorxurlar söz demək. Qardaş, haqqı desinlər də, nə məcburdur ki, niyə qorxurlar ki, nədən qorxurlar ki? Hə? Nədən qorxurlar ki? Mən baxmamışam, ümumiyyətcə, təkcə bu siyasi məsələlərdə yox, bu mübarizə meydanında yox. Şəxsi həyatımda da mən hər zaman haqlı olmuşam, ədalətli olmuşam. Çünki mən başa düşüb qanıram ki, sən əgər dəyərlisənsə, şərəflisənsə, hər yerdə belə olmalısan. Sən gedib filan yerdə şərəfsizlik elə, alçaqlıq elə, burada düzlük elə. Yəni, bu düzgün deyil bu. El adam var ki, şəxsi həyatında baxırsan ki, yaxşılıq eləməyi, ürək açıq, qəlb açıq, sözü təmiz, gözəl. Mübarizədə baxırsan ki, əzlafın uğraşın biri. Nə başa düşək, qardaş? Şərəf bir dənədir də, onu da hər yerdə qoruyub saxlayırsan. Siyasətdə, mübarizədə, şəxsi həyatda, ailəndə, dostluğun, qardaşın, qohumunun, iş yoldaşının, iş yerinin yanında, hər yerdə. Bunu qoruyub saxlayırsan. Yəni, bu nəzir olur ki, sən siyasətdə alçaqlıq elə, şəxsi həyatında belə olan olur. Bu, mənə çatmır yəni belə şeylər. Yəni, mübarək, belə var ya meydanda, fikir verirsiniz. Çıxır deyir, mən filan qaziyə işmə siyasətə qarışmasam da filan qaziyə hörmət elədim, filan şəhid ailəsinə, filan nə bilim kasıb ailəsinə. Özü sonra gəlir mübarizəyə qoşulur, dələdüz maşinlik. Qardaşım, niyə? Niyə? O qaziyə, şəhidə göstərdiyin sevgini bu mübarizə meydanda da göstərdi. Olmaz belə. Bu nə pisdir ki? Sən gedirsən şəxsi həyatında yaxşı olursan, yaxşılıq eləyirsən, o da yaxşı olmağını burada da elədi. Orada yaxşı olursansa, sənə dəyər verirlərsə, burada da yaxşı ol, burada dəyər verək də. Yalan niyə danışırsan ki? Fırıldaq niyə edirsən? İkizdir niyə edirsən, qardaş? Mən bunu demək istəyirəm. Almaniyadayım dostlar. Burada bir nəfər yazıb ki, xaricdə yaşayırsınız. Bəli, Almaniyada yaşayıram. Fərq eləmir, kim harada yaşayır, yaşasın. Ölkədəki vəziyyət bizi narahat eləməlidir. Millətin və kişilərinə, qadınlarına, ləyaqətli insanlara səslənirəm. Ölkənin vəziyyəti bizi narahat eləməlidir. Və o narahatçılıqdan həqiqət doğmalıdır. O həqiqətdən də yalan doğa bilməz. Yalana dəstək verməyin. Düzə dəstək verin. Dünənlərimdə bir məsələndə danışacağım. Qurban Məmmədov. Çıxıb efirində, dünən deyirəm, ondan öncəki efirlərində. Hansı yoxsa 2 gün öncəki efirində. Çıxıb Sevinç Telman qızını, Rauf Arifoğlunu müdafiə eləməyə çağırır. Səbəb nə göstərir? Təhqir. Rauf Arifoğluna, Sevinç Telman qızına, birisi də Mirzəli, Tural Sadıqlı. Onlar da düz eləmədi. Mirzəli, Tural Sadıqlı, yəni düz deyir Rauf Arifoğlu, Sevinç Telman qızı ilə bağlı, amma şər atmayın da. Şər atmayın da. Götürürsən Arifoğlunun arvadını qoyursun, orada deyirsən ki, filan kəslə yatıb. Yəni bu deməkdir. Ola bilər də yatıb, amma bu şeyləri yığışdırın aynı da. Bu artıq düz gəlmir. Sözüm var, söz danışınam. Hətta onu söylərsənsə, söygünən, amma da qayıdıb da ona şər atma da, gəlin Allahla danışaq, vicdanla danışaq. Düşmənimiz belə olsa, şər atmaq olmaz. Düzgün şey deyil. Amma baxıram, Qurban Məmmədov bizi çağırır ki, hamını çağırır ki, biz Sevinç Telman qızını müdafiə eləməliyik, o təhqir olunur. Rauf Arifoğlu həm arvadın şəklini qoyurlar, təhqir edirlər. Bəli, olacaq da, necə olmalıdır ki, ay Rauf Arifoğlu, ay Sevinç Telman qızı, necə olmalıdır ki? Zamanında dedim ki, 2019'dan bar bağırıram, bar. Sən Qurbana da aiddir, ay Qurban. Bar bağırıram ki, oyunu, yalanı, fitnəni, fəsadı yığışdırın. Haqqa dəstək verib, yanında da batilə xidmət eləməyə son qoyun. Bu gediş yaxşı gediş deyil. Bu gedişlə ortada fitnə olar, yalan olar, fəsad olar.
oyun olar, ikiyüzlülük olar, siyasəti biznesə çevirmək olar. Və bunu da Qurban elədi və digərlər elədi. Ən sonda məcbur qaldıq, təhqir elədik. Mən də təhqir elədim. Bəli, mənim Qurban Məmmədovu təhqir eləməyimin səbəbi Qurbanın özüdür. Bəli, sən satqınçılıq eləyərsənsə, sən ikiyüzlülük eləyərsənsə, sən bu milləti ələ salıb dolayarsansə, bəli, söylərsən, o tərəfə də keçərsən. Başa düşdün Qurban Məmmədov? Bu söyüşə səbəb sizdərsiniz də. Sizin özünüzsüz də Qurban Məmmədov. O vaxtı İlham Əliyev kimi dılqır, alçaq, paskoda gədiyə qəhrəman sərkərdə tarix yazdı deyirsən, bizim kimi oğulların əleyhinə iş aparırsınız. Bunlar söyüş söyəndə küçə uşaqlarıdır. Niyə belə? Mən küçədə böyümüşəm. Hə? Kasıb da olsaq Allaha şükür, şəraitimiz olub, evimiz, eşimiz də olub. Küçə uşağı nədir? Nə küçə uşağı? Sən oyun oyna, yalan danış. Əleyhimə trollarını sal üstümə, alçaqlıq elə. Oğlun Qoşqar mənim YouTube kanalımda moderator idi. YouTube kanalımda ona icazə vermişdim o vaxt. İnanırdım. İnanırdım. Götürüb mənim orada YouTube'da profil şəklinə 2 dənə üzdən İraqın şəklini qoyub ora. Başa düşənmədim mən. Sən bunu eləyəndə, sənin oğlun bunu eləyəndə ay Qurban. Əlbəttə ki, mən səni çıxıb arvadı da söyəcəm, qızımı da söyəcəm, bacımı da söyəcəm, anamı da söyəcəm. Belə olur da bu işlər. Sən gedib mənim işimi Avropa məhkəməsinə verəndə, mənim anama zəng edib deyəndə ki, ay Rafaelin maması, sən harda doğulmusan anadan? Səni hansı ana doğum? Ananın, yəni mənim nənəmin adı nədir? Avropa məhkəməsi mənim nənəmi neyinir ki? Hə dostlar? Bu adam kimə xidmət eləyir? Baba, Qurban Məmmədov. Mənim anama zəng edib deyib ki, səni doğan ananın adı nədir? Harda doğulmusan? Bu Avropanın nəyinə lazımdır? Mübarizə aparan mənəm, can qoyan mənəm. Avropa məhkəməsinin nəyinə lazımdır ki, mənim anamı kim doğubdur? Adam bizim arxivimizə kimi araşdırıb axtarıb hökumətə satır. Təsəvvür edirsiniz siz? Anamın belə arxivini öyrənib, yığıb, toplayıb, göndərib hakimiyyətə. Düzdür, biz qorxan şey deyil. Elə anam da, özüm də biz diri, narahat olmasın onunla. Bizim vezimizə deyil. Biz düzə-düz əyri-əyri. İstəyirsən git, nəyi araşdırsan, biz düz yüksək tutardı getdi. Arxiv lazım, götürdü sənin arxivin. Amma sən, məqsəd nədir ki? Məqsəd nədir ki, mənim anamın anasının adı nədir, familiyası nədir, harada doğulmusan? Neyinirsən? Bax, bu Avropa məhkəməsinin nəyinə lazımdır, qardaş bu? Bunun adını nə qoyaq? Qurban Məmmədov bunu niyə eləyirdi? Nə qədər adamların bax, pasportlarını, sənədlərinin hamısını təqdim edib İlham Əliyev rejiminə. Hamısını satıb ora. Bu adam dələduzdur, maşinlikdir. Bu adam satqındır, xaindir. Birbaşa xain Əliyev rejiminə xidmət edir. Mən niyə bunu söyməyim ki? Hə? Söyüşə səbəb sizsiniz də Qurban Məmmədov. Deyirsən ki, ay xalq, ay cəmaat, söyüşün qarşısı alınmalıdır. Söyüşün qarşısının alınmasının yolunu deyim də sizə. Oyunu yığışdır, yalanı yığışdır, fitnəni yığışdır, siyasəti biznesə çevirməyi yığışdırın. Dəyərlərə önəm vermək lazımdır, yalanlara, palanlara yox. Həftə 8 ilə 9 bir oyun açırsan, bir oyun yaradırsan. AXE oradan gəldi, dağıldı, Tərtər buradan gəldi, dağıldı. İndə birini yaratmışdınız, parlament. Bu da buradan 2-yə bölündü. Bu nədir belə? Kimə xidmət edir bu? Bu nə oyunlardır belə? Oxusa söyülməli uğraşsan da Qurban Məmmədov. Bu söyüşləri siz gətirmişsiniz də. Ona görə söyürəm də sizi. Və biz də insanıq axı, bizim də həyatımızdan gedir, ömrümüzdən gedir, canımızdan gedir. Siz orada pul qazanasınız, şəxsi maraqlarınız üçün oturasınız orada bizi ələ salasınız, cəmaatı, milləti ələ salasınız. Biz də sizə hesab deməyəcək. Xeyr ol, hə? Bura dədənizin, ananızın şəxsi meydanıdır. İstədiyin oyun oynayasan, hə? Ay millət, gəlin söyüşün qarşısını alaq. Problem deyil, ay millət, gəlin söyüşün qarşısını alaq. Gəlin mən sizə səbəbini deyim. Əl-ələ verək, bizi o söyüşə məruz qoyan, səbəb olan kimlər varsa onları qarşı savaşaq. Dirəniş göstərək. Oyunu yalalı fitnəyə son qoysun. Ya da cəhənnəm olsa çıxsın, geçsin bu meydandan. Bəli, bu gəlsin millət. Gəlin, bax, bütün qardaşlar, bacılar. Gəlin. Gəlin söyüşün qarşısını alaq. Yoxsa durub burada nağıl danışma yine. Sevinç Telman qızının ailəsinin şəklini düz deyə, o da lazım deyildi. Amma elədilərsə də bu, yəni sən niyə müdafiə edirsən ay Qurban Məmmədov? Məqsədin nədir ki? Hə?
Sənin müdafiə elədiyin Rauf Arifoğludur, sənin müdafiə elədiyin Sevinç Telman qızıdır. Bunlar kimə xidmət eləyirlər? Hə? Ərəstun Oruçludur, kimə xidmət eləyirlər bunlar? Hə dostlar, Laf TV, Pox TV, nə bilim nə TV, hamısını müdafiə eləyir. Bütün hökumətə nə qədər işləyən kanallar var, hamısını müdafiə eləyir. Hətta deyir onları maliyyələşdirin. Niyə? Niyə? Haya Qurban Məmmədov, bax, müsavatı niyə maliyyələşdirsinlər ki? Azərbaycan xalqının təşkilatlanması ilə bağlı nə iş görürlər, nə inirlər? Niyə maliyyə versinlər ki onlara? Niyə? Laf TV-yə niyə maliyyə versinlər ki? Nə iş görürlər? Bax, məsələn, xalqı çağırırsınız ki, onların maliyyə, mən maliyyə vermək istəyirəm. Niyə? Niyə? Niyə verim ki? Mən Laf TV-yə ayda, hər ay müsabata Laf TV-yə 100 evro, 200 evro pul göndərmək istəyirəm. Niyə verim? Niyə? İlham Əliyev rejiminə xidmət elədiyi üçün. Yəni, bu nədir belə ay Qurban Məmmədov? Siz nə qədər alçaq, vicdansız, əzilaf adamlar sizəsiniz? Nə vaxt adam olasınız siz? Durub cəmaatı çağırır ki, gəlin, bu söyüş elə bir şeydir ki, siz gətirdiniz də? Siz gətirdiniz də bəs? Rafael Priyevə daldan verən deyəndə, gedib İlham Əliyevə qəhrəman sərkərdə deyəndə, əlbəttə ki, çıxıb sənin arvadı da söyləyəcəm, ananı da söyləyəcəm, bacını da söyləyəcəm. Belə olur da bu şeylər. Buna səbəb sizsiniz də. Kimdir ki? Neyse kardeşler, sağollaşaq. Sağollaşaq, özünüzdən müğayət olun, Allahın amanda qalın, növbəti canlı yayımlarda görüşənədək. Allah'a şükürlər olsun, kanalımız açıldı. İndi aktivliyi yavaş-yavaş yəqin ki, yaxşı olar. Mən yenə də deyirəm, mən mübarizəmi davam elətdirəcəm. Düzdür, xalqımız təşkilatlanmaya, mübarizəyə hələ də hazır deyil. Yəni millətin bir çoxu özünü elə aparır ki, bunlara adiyyəti yoxdur, amma hamının qapısı döyülür, zərbə bir-bir vurulur. Və görürsünüz ortalıqda özünə müxalifət deyən Əli Kərmisi, digəri, sonra biri də tutulub, dönənlərin hüquqşünası nədir onun adı? Namizəd Səfərov. Yəni mən dəfələrlə demişəm, qapılar döyüləcəkdir. Nə qədər ki siz oyun oynayasınız, nə qədər fırıldaq eləyəsiniz, nə qədər düzə əyri deməyəsiniz, düzgün istiqamətdə bu milləti təşkilatlandırmayasınız, bu niyyətdə olmayasınız, hamınız raskoda girəsiniz, hamınız. Hamınız və xalqın özü də. Bir hamının qapısı döyüləcək, hamının. Çünki Azərbaycanda elə bir sistem var ki, baxmır sən nə bilim müxalifətsən, jurnalistsən, nə bilim blogersən, vətəndaşsan, baxmır, o şeylə maraqlandırmır onu. Başa düşdün? Təhlükəsənsə tutacaq səni. Vuracaq, şərləyəcək. Budur məsələ. Ona görə də oyunlarınızı, yalanlarınızı yığışdırın. Dürüst olun, düz olun, ədalətli olun. Xalqa ruh yüksəli verin. Oyun qurub, yalandan xalqı yığırsınız başınıza. Getdi, biz parlament qurduq, İlham Əliyev rejimini devirəcək, Azərbaycana ədalət gələcək. Gedirlər, xarp büdürürlər. O vaxtda axıyında da getdi, rejimi devirəcək, Azərbaycana ədalət gələcək. Getdilər, gənə də yarı qaldı. Hamısını da qurban elədi. Hamısını da parçalayan qurban. Qardaş, yığışdırın da bu oyunlarınızı. Ata gedin işinizlə məşğul olun da. Gedin də, imkan verin də, qoy təşkilatlarına, qoy əl-ələ verək də biz xalq olaraq, nə olar ki? Bəsdirin də, yetər də artıq bu təşkilatlanmanın qarşısını nə vaxta kimi alasınız? Axı bunu bilir yaxı, qanırıq, siz müxalifət deyilsiniz. Müxalifət deyilsiniz, belə müxalifət olmaz. Vallah billah. Sizin işiniz təslimiyyət siyasətidir. Kim sizin haqqınızda nə danışır, onu uzaqlaşdırırsınız. Ya da ona qarşı şəhər, böhtan nə gerək var axı? Yığışdırın da, bu şeylər bizi xilas eləyə bilməz axı. Yığışdırın bu oyunlarınızı. Bu fəsadlarınızı yığışdırın. Mən yenə də deyirəm, mübarizəmə davam eləyirəm və mən heç də peşman deyiləm. Düzdür, xalqın səsi çıxmasa da, amma ortalıqdakıların bir çoxunu ifşası davam eləyir və bunlar haqqında danışmağa davam eləyəcəm şəxsən mən özümdə. Digər dostlar da danışır, o heç. Amma mən öz adımdan deyirəm, mən davam eləyəcəm. Mən bu saxta müxalifətidir, saxta blogerdir, saxta nə bilim nə idi, siyasətçisidir. Fərq eləmir, hakimiyyət qarşı mən sözümü deyəcəm. Niyə dostlar? Ən azından bilirəm ki, yox, təşkilatlanmarıq. İnsanlar istəməz, mübarizəyə qoşulmaz, amma bir gün, bir yerdə bu barıt çəlləyi partlayacaq. Bir gün, bir yerdə üsyan başlayacaq, ara qarşılayacaq. Nəsə olacaq? Yəni, bu aparılan təbliğat çox yaxşı təbliğatdır.
Ki bu ortalıqdakı bu satqınların, xainlərin, ikiyüzlülərin, siyasəti biznesə çevirənlərin, xalqın təşkilatlanmasının qarşısını alanların ifşasında davam eləyək ki, sabahlarım üsyan başlayanda, xalq meydana töküləndə onlar yəni müdaxilə eləyə bilməsin, o millətin içinə girib oyun oynaya bilməsin, millət onları qoy tapdalasın, əzsin. Buna nail olmaq lazımdır. Yəni mən burada da peşman deyiləm. Mən xalqımın maariflənməsində mənim əziyyətim var və digərlərində var. Olsun, nə gözəl. Bu lazımdır. Bilirəm ki, sabahlarım üsyan qalxanda xalqımız artıq seçimi hardasa bir 50-60% olsa düz eləyəcək ki, bax bu yalancı, saxtakar, özünə müxalifət deyən, bloger deyən kimdir, siyasətçi deyən kimdir, hamı tanıyacaq. Bunun təbliğatı aparılmalıdır. İndi xalqımız da kişilərimiz, qadınlarımız, ləyaqətli insanlarımız qeyrətə gələr, ləyaqəti olar, dəstək verər, maddi və mənəvi fərq eləmir. Dəstək verər, irəli gedərik. Verməzlərsə canları sağ olsun, Allahları bilsin, özləri bilsin. Bizdən çağırmaq bizdən deməkdir. Özləri bilər. Mən mübarizəmə tək də olsa davam edəcəm. Xalqın oyanmasında, xalqın maariflənməsində, xalqın bu alçaq rejimin düşmən olmasını tanımaq üçün əlimdən gələni eləyəcəm. Tanıtdıracam və bütün əməllərindən tanıtdıracam bu millətə. Mən şəxsən əlimdən gələni eləyəcəm və ortalıqdakı satqınları da. Qoy zaman gələndə millətimiz meydana töküləndə o da belə gedə bilməz. Əbədi heç nə yoxdur dostlar. Əbədi həyatda heç bir şey yoxdur. Heç bir şey. Bunlar da əbədi deyil. Gec-tez xalqın susqunluğu da əbədi deyil. Gec-tez bir yerdə bayaq dediyim kimi barıt çəlləyi partlayacaq. Partlayanda qoy oradakı qardaşlarımız, bacılarımız, o meydan adamları satqınları yaxşı tanısın, dələduzları yaxşı tanısın, istiqaməti düzgün ala bilsinlər, aldanmasınlar, ələ salınmasınlar. Bunu mən indidən deyirəm ki, mənim borcumdur. Sabah meydanda nədir, başıboş qoyunlar kimi gəzməyək. Adamlarımızı tanıyaq, bilək. İndidən bunun təbliğatını aparırıq. Bu lazımdır, bu çox önəmlidir. Çox lazımlı bir şeydir. Bunun üçün əziyyət çəkirik, can qoru. Düzdür, bunu bir çox insanlar başa düşmür. Qanmır, zəng eləyirlər, yazırlar. Sən nə eləmirsən, sən güya nə edirsən xalq üçün. Mən elə şeylər eləyirəm ki, başa düşən adamlar bilir ki, mən nə iş görürəm. Qanan adamlar, ağıllı adamlar yaxşı bilir ki, sabahların millətin meydana tökülməsində, o inqilab başlayanda, o üsyan başlayanda millətimizin, ləyaqətli qardaşlarımızın, bacılarımızın, o meydan adamlarının haqqın harada olduğunu görsünlər dəqiq. Onun üçün çalışırıq. Siz elə bilməyin ki, biz balaca iş görürük. Siz elə bilməyin ki, bu günlərim Rafael Piriyev danışır, tək danışır da. Yox, belə deyil. Valla. Oldu, sağ olun dostlar. Allah'ım anla qalın.